inşallah izah etmək istəyirəm. Deməli, k-nın hansı qiymətində ilk bərabərdir kx minus 3 funksiyasının qrafiki verilib. Qrafiki 4-5 nöqtəsindən keçir deyir. Bu o deməkdir ki, yəni ki, əgər ki bir nöqtə bir qrafikin üzərindən yerləşirsə və yaxud da ki, qrafik bu nöqtədən keçirsə, demək ki, x-in 4, y-in 5 qiyməti bu funksiyaya aiddir deməkdir. Yəni, siz rahat şəkildə gətirib funksiyada y-in yerinə 5, x-in yerinə də 4 qoya bilərsiniz. 5 bərabərdir. Deməli, 4k çıxılsın 3. Deməli, burada 3 sağa keçəcək. 4k bərabərdir 8. K-nı da alarıq ki, buradan 2. Daha sonra sual 2 səbəbi qrafik verib və bu qrafikdən funksiyanın yazılmağını istəyir uşaqlar sizdən. Kx plus b funksiyasının yazılmağını istəyir. Öncəliklə burada rahat şəkildə k-nı, b-ni tapmaq asandır. Mən bilirəm ki, deməli, x-in koordinatları nədir? -3, 0. Bəs y-in koordinatları nədir? 0, -6. Biz k-nın və b-nin tapılma düsturunu bilirik. K-nın tapılma düsturu budur ki, y2 çıxılsın y1 bölünsün x2 çıxılsın x1. Buradan baxırıq ki, y2-miz nədir? Tutalım ki, -6. Çıxılsın y1-imiz nədir bizim uşaqlar? Baxın, orada yazılıb 0. Bu bizim birisi də uşaqlar. İkinci gələnimiz y-lərdir. Məxrəcdə isə x2-miz 0. Çıxılsın x1-imiz isə -3-dür. -6 çıx 0, -6. 2 dənə mənfi yanaşı gəlir 3. -6-nı 3-ə bölürəm, eləyəcək -2. K tapıldı ki, -2-dir. Bəs yaxşı, B necə tapacaq uşaqlar? B, əgər ki, qrafik y oxunu hansı nöqtədə kəsirsə, o nöqtədə də B-ni alır. Yəni ki, bizdə oxumuz, düz xəttimiz y-i -6 nöqtəsini kəsdiyi üçün B-miz də -6 alır. Onda düsturumuz necə olacaq? -2x üstəgənsin yox, -6 almış uşaqlar. -6 alarıq. Bir daha izah edirəm. Y bərabərdir kx plus p funksiyasından. K-nı tapdıq ki, deməli, -2, yerinə qoydum ki, -2. B-ni tapdıq ki, deməli, 6. Düsturda da yeni yazdıq ki, B-nin yerinə -6. Düsturumuz da oldu, -2x çıxılsın 6. Daha sonra uşaqlar keçirəm digər sualımıza. Təyin sistemin yeganə həlli var. Xatırlatmaq istəyirəm ki, yeganə həlli nə zaman olurdu? A1 bölünsün A2 fərqlidir. B1 bölünsün B2 olmalıydı. Bizə x-in əmsalı nədir? Bilirsiniz ki, x-ə qədər olan ifadə x-in əmsalıdır. A çıxılsın 2 bölünsün. Aşağıdakı x-in əmsalı isə 2-dir. Bölünsün 2 bərabərdir. Digər də y-in əmsalı nədir? A. Aşağıda y-in əmsalı nədir? 3 deyər kimi eşidirəm. 3 deyil. 3-ün qabağında mənfi var. -3 olaraq götürəcəksiniz və fərqlidir yazmalısınız. Çarpaz vuracaqsınız təbii ki. Çarpaz vursanız -3 A-ya vuram. -3 A topla 6. Fərqlidir. A-nı 2-yə vuram. 2A. Aha, 2-ni keçirək o tərəfə, sol tərəfə, 6-nı keçirək sağ tərəfə və yaxud -3 də keçirə bilərsiniz bu tərəfə. -3 çıx 2A, -5A fərqli olmalıdır -6-dan. A da fərqli olmalıdır -6 böl 5, yəni 1,2-dən. Bu nə deməkdir? A bütün qiymətlər ala bilər, yalnız 1,2-dən başqa bütün qiymətlər ala bilər. Cavabımız olacaq x fərqli olmalıdır. X yoxsa A. A fərqli olmalıdır 1,2-dən. Aha, sual 4. Təyin sistemindən x-i və y-i tapın deyir. Baxaq, 2-dən kəsir görürəm. Öncəliklə rahat şəkildə burada çarpaz vura bilərəm. Yuxarını da, aşağını da, baxın, çarpaz vururam ki, qoyun məxrəcdəki natural ədəd yoxa çıxsın. Gəl vuraq. Deməli, çarpaz vuranda yuxarıda 5 y çıxılsın x, bərabərdə 6 olacaq. Bu tərəfdə isə x üstəgənsin 10 y, bərabərdir -3 olacaq. Daha sonra baxıram ki, əks işarəli görürəm. Mən uşaqlara demişəm ki, əks işarəli gördünsə, neynə? Topla. Əks işarəli gördüyüm üçün toplayıram. Niyə toplayıram? Çünki əks ədədlərin cəmi 0-a bərabərdir. Mən bunları çıxsaydım 6-6 -2x olacaqdı. Ona görə də çıxmıram. 6-6 toplayıram. 6-6 toplayanda
Deməli, mənim x-larım gedir, əks işarəli olduğuna görə 5 y ilə 10 y-in cəmi 15 y bərabərdir. 6 ilə də mənfi 3-ün cəmi 3 edəcək. Buradan y alaram ki, 3 bölünsün 5-dir. Daha sonra 3 bölünsün 5-i istəyərəm birincisində, istəyərəm ikincisində yenidən qoyub x-i taparam. Biraz aşağı eləyirəm uşaqlar və gətirib elə birinci ifadədə y-in yerinə 5-də 3 qoyuram. 5 vurulsun 5-də 3 çıxılsın x bərabərdir 6-ya. 5-lər ixtisar gedər. 3 çıxılsın x bərabərdir 6-ya. Buradan alarıq ki, x bərabərdir mənfi 3. Çox asandır uşaqlar. Keçərik digərinə. Sual 5. Şöyle 2 cəmi verib sizə 0. Nə zaman 2 cəm 0-a bərabər ola bilər? Ya əks ədədlər olmalı mütləq şəkildə, ya da hər ikisi 0-a bərabər olsun. Yoxsa ki, durduq yerə 2 cəm nə zaman 0 ola bilər? Heç vaxt. Modulda 2 dənə ifadə görürəm. Onda bunların heç biri mənfi ola bilməz. Bu zaman bizim əks ədədlər ifadəmiz, əks ədədlər fikrimiz suya düşür. Yerdən hansı ifadəmiz qalır, hansı fikrimiz qalır? Onda ikisi də nədir? 0-dır. Bunu da, digərini də içini 0-a bərabər edirəm. Birincidən içini 0-a bərabər edəcəm. Alacam ki, 2x çıxılsın 6 bərabərdir 0. Buradan 6 keçir sağ tərəfə. 2x bərabərdir 6. X də bərabərdir 3. Nə gözəl. Keçək digərinə. X çıxılsın 2y üstə gəlsin 5 bərabərdir 0. İkinci ifadəni 0-a bərabər etdim. 5 keçir sağ tərəfə. X çıxılsın 2y bərabərdir mənfi 5. Tamam müəllimə, mən buradan neyim? Sən x-i tapmışdın bayaqları. 3. Gətir yerinə qoy. 3 çıxılsın 2y bərabərdir mənfi 5. Buradan da 2y bərabərdir. 3-dən mənfi 5 çıxaram 8-ə. Y də bərabərdir 4 alaram. X, y hasilini istəyir sizdən uşaqlar. 3 vurulsun 4, 12. Diaqramda verilənlərə əsasən tənliklər sistemini qurun və x plus y cəmini tapın. Uşaqlar cədvəl görəndə qorxur. Amma ən sadə və əksinə misalın üstünə getmək lazımdır ki, orada nə varsa ən asan sual elə oradadır. Uşaq vaxtı biz diaqramlardan qaçırdıq, diaqramları heç oxumurduq, əşi nəyimizə lazımdır deyirik. Baxın, əsl burada lazım olacaq bizə. Baxın, A xəttidir görürsünüz. Bizdə birinci tənliyimizdə A neçə olacaq? 3. Baxın, burada A-nı yenə yuxarıda 3 qoyuram. Bir dənə bunu yuxarı qaldırdım uşaqlar. Birinci tənliyimizdə bizim A 3-dür. Görürsünüz, bax bu ifadədə. Bir dəqiqə. Bu ifadədə A1-imiz, burada bizim A verir. Görürsünüz, yəqin ki. Bu birinci tənliyin, belə deyək də, əmsallardır. Buradakı verilənlər isə ikinci tənliyin əmsallarıdır. İndi biz hazırda birinci tənliyin əmsallarına baxırıq. Tapdığımız A 3-dür. Qeyd etdim, 3-ü burada. Sonra, onda olacaq 3x. Üstə gəlsin. B-yə baxaq bizə. B hansıdır? Baxın bu, kündə olan. B bizə neçə verilib? 4 verilib. Görürsünüz. Yazıram üstə gəlsin 4y bərabərdir. Okey. C-ni neçə verib bizdə uşaqlar? Verib burada 7. Yazıram ki, bərabərdir 7-yə. Gəlin ikinci tənliyə baxaq. A neçə verib bizə? 6. X üstə gəlsin. İkincini neçə verib uşaqlar? Baxın 5 verib. Yazıram ki, 5y bərabərdir. C2 nə verib? 11. Tamam. Gəlin bunu 6-6 yazaq. 3x üstə gəlsin 4y bərabərdir 7. 6x üstə gəlsin 5y bərabərdir 11-ə. Tamam uşaqlar, indi gəlin baxaq nəyə? Burada baxırıq ki, heç bir əmsalım nə əksdir, nə də eyni işarəlidir. Təbii ki, eyni işarəyə gətirmək mümkündür. Ya x-in əmsallarını, ya da y-in əmsallarını bərabərləşdirmək lazımdır. Mən x-in əmsallarını bərabərləşdirmək istəyirəm. Yəni, əks hala gətirmək istəyirəm. Burada 6-dır, burada isə 3-dür x-in əmsalı. X-in əmsalı 3x olan əmsalı mən mənfi 2-yə vursam, yuxarıda mənfi 6 alaram, aşağıda isə müsbət alaram. Bu da əks ifadələr edəcək. Gəlin, baxaq. Yuxarıdan bütün əmsallarını mənfi 2-yə vuran, təkcə 3-ü vurmuşsunuz, hər birini vurursunuz. Alınacaq, mənfi 6x çıxılsın 8y bərabərdir mənfi 14. 6x üstə gəlsin 5y bərabərdir 11-ə. 6-6 toplayaram gənclər. Toplasam gedəcək bunlar. Mənfi 8y üstə gəlsin 5y, mənfi 3y. Mənfi 14 üstə gəlsin müsbət 11, eləyəcək mənfi 3. Y alaraq ki, buradan müsbət 1. Y-in 1-dir. İndi istədiyim yerdən gətir yuxarıda qoyaq yerinə və x-i tapaq. Elə istəyirsənsə gətir bax bu tənliyi də, yuxarıdakı bu tənliyi də yerinə qoyaq. 3x toplansın, 4 vurulsun 1.
bərabərdir 7-yə. 4 keçir sağ tərəfə. 3x bərabərdir 7 çıx 4 3. X də bərabərdir 1. Məncə çox sadə suallardan biridir uşaqlar. Bu gəlin davamına baxaq. Deməli, uşaqların qorxduğu və dedi ki, ay müəllimə bu nə sual vermisiniz? Mən neyniyim? Uşaqlar, mən sizə bunu çox rahat şəkildə deyə bilərəm ki, sərbəst hədd soruşsa, tez x-i sıfıra çevir. Bizə x lazım deyil axı. Sərbəst soruşursa, x-i sıfır elə və yaxud da ki, sərbəst soruşsa, ağlında bir dənə şey qalsın ki, sərbəst deyəndə ağlımıza yanında dəyişən olmayan düşür. İndi mənə sərbəst dediyinə görə x-lərin üstündən xətt çəkirəm. Sərbəsti üzə çıxarıram. Baxın, 5 üstü 3 qalır. Burada da 1 üstünə qalır, 70 qalır. Ortada da nəyimiz var idi bizim? Vurmamız var idi. 5-in kubu 125. 1-in üstü 70 də, xeyr 70 deyil, 1-dir. 125-i 1-ə vururam. 125. Bu qədər. Yaxşı. Sual 8 uşaqlar. Ortaq məxrəci gətirəcəksin əlbəttə. Ortaq məxrəci gətirmək üçün ortaq məxrəcimiz 100-dür. Gəlin aşağıdakını 2-yə vuraq. Yuxarını da neyniyək? 2-yə vuraq. Məxrəcimiz olacaq 100. Sürətdə olacaq 23-ün kvadratı. Çıxılsın 2 vurulsun 13. Vurulsun 23. Toplansın 13-ün kvadratı. Tamam. Yuxarı bizə çox tanış bir ifadə verir. Baxın, birincinin kvadratı çıx. Birinci vurulsun ikincinin 2 misli. Üstə gəlsin ikincinin kvadratı. Onda mənə nə verir? A kvadratı çıx 2AB. Üstə gəlsin B kvadratı. Doğrudur. Bu bizə nə verir? A çıxılsın B'nin kvadratı. Okey, buna da yazacağım 23 çıxılsın 13-ün kvadratı bölünsün 100. 23-dən 13 çıx 10 kvadratı 100 böl 100 gedər qalar 1. Uşaqlar, müxtəsər düsturu görürəm. A çıx 2, A plus 2. A çıx B, A plus B-yə bənzəyir. Onda bunu yazanda nə yazırdıq? Birincinin kvadratı çıxılsın, ikincinin kvadratı. Onda tətbiq eləyək buna. Onda birincinin kvadratı A kvadrat edər, ikincinin kvadratı da 4 edər. Yaxşı, bunu yazdıq. Axı, müəllimə, burada bir dənəsi daha var. Mən bunu neyiniyim? Bir dənə diqqətlə baxsan, yenə eyni düsturu tətbiq edəcəksən. Çünki A kvadratı çıx 4, vurulsun A kvadratı üstə gəl 4 var. Onda mən bunu necə yazaram? Birincinin üstü 2, yəni A kvadratın kvadratı nə qədər edəcək? A üstü 4. Bəli, A kvadratının üstü kvadrat. Üstün üstü olanda, qüvvətin qüvvəti olanda qüvvətlər bir-birinə vurulur hasil şəklində. Çıxılsın 4-ün kvadratı 16. Tənlikləri vuruqlara ayırmaq yolu ilə həll edin. Uşaq, qəşəng bir sualdır. Bu sualı necə yazacaqsınız? Hər birini ayrı-ayrı kvadrata fərqi ilə açacaqsınız. 9-u mən 3-ün kvadratı kimi yaza bilərəm. Bunu 2 yolla yazarsınız. Birinci yol vuruqlara ayırmaq yolu. Çünki bizə şərtlə ilə vuruqlara ayırmaq istəyir. Mən bunu açıram. M çıxılsın 3, vurulsun M plus 3 yolu ilə hasil sıfıra bərabər edirəm. Yaxşı. Nə zaman hasil sıfır olar? Vuruqlardan biri sıfıra çevrilərsə. Onda mən hansını sıfıra bərabər edəcəyimi bilmədiyim üçün hər ikisini sıfıra bərabər edirəm ki, ya ondadır, ya bunda. Ya olacaq, ya bu olacaq. M çıx 3-ü sıfıra bərabər etsəm, M 3. M plus 3-ü sıfıra bərabər etsəm, M olacaq mənfi 3. Köşərindən biri mənfi 3, biri isə nə olacaq? 3 olacaq. Yəni ki, kökün, M-in 3 qiymətində, bir də mənfi 3 qiymətində hasil sıfıra bərabər ola bilər. Köməkçi düsturla tətbiqi, köməkçi düsturların tətbiqi ilə tapşırıqları yerinə yetirin. İnşallah bu tip misallarda nə edəcəyik? Təbii ki, A kvadrat üstə gəl, B kvadrat, köməkçi düstur və yaxud əlavə düstur deyirlər bəzi müəllimlər. Tətbiq edəcəyik. Yada salaq əvvəlcə. A kvadrat üstə gəl, B kvadratın düsturu nədir? 3 saniyə, 2 saniyə, 1 saniyə. 2 dənə düsturu var uşaqlar. Şərtə görə baxırsan. Əgər şərtdə sənə A çıx B veribsə, onda A çıxılsın B-nin kvadratı üstə gəlsin 2AB düsturuna istifadə edirsən. Yox, əgər şərtdə sənə A üstə gəl B istəsən, yaxud versən, bu zaman A üstə gəl B-nin kvadratı çıx 2AB-dən istifadə edəcəyik. Onda biz hansına istifadə etməliyik uşaqlar? Əlbəttə ki, bu düsturdan. Gətir yerinə qoy.
Deməli, A-nın kvadratı üstəgəl B-nin kvadratı bərabərdir. A çıxılsın B-nin kvadratı üstəgəlinsin 2AB. Bəli. A çıxılsın B nədir uşaqlar bizdə? Təbii ki, 3-dür. 3-ün kvadratı toplansın, 2 vurulsun. AB-miz neçədir bizim? 4-dür. Bəli, 2 vuraq 4. 3-ün kvadratı uşaqlar bizə nə verir? 9 verir. Toplansın. 2 vuraq 4, 8. O da bərabərdir 17. Çarpı. Aha. Onun biraz daha belə antin kuntin sual deyirlər uşaqlar buna. Allahım, onu eləyə bilirlər, bunu eləyə bilmirlər. Nə fərqi var axı? Gətir tətbiqi aç da. Gətir düsturu aç. A kvadrat üstə gəlsin B kvadratının çıxılması verirlərsə, hansı düsturdan istifadə edirdik? A çıxılsın B-nin kvadratı üstə gəlsin 2AB. Bunda da eynidir. Yəni ki, A kvadratı topla 1 bölək A kvadratını açırsan. Necə? A çıxılsın 1 bölək A-nın kvadratı. Baxın, eyni şeyi tətbiq edirəm. Topla 2 vurulsun A, vurulsun 1 bölək A. Uşaqlar, A çıxılsın, deməli, 1 bölək A-nı mənə verib, 4 verib. Gətirib burada yerə nə yazam? 4 yazaram. Deməli, 4-ün kvadratı toplansın. A-lar ixtisar gedər, yerdə qalar 1. 2 dəfə də 1, cavabım olar 2. 4-ün kvadratı 16, üzərinə 2 gələrəm, 18 edər. Vuruqlara ayrındır inşallah. Baxın, baxıram ki, bu ikisini bir vuruqlara ayırıb, bu ikisini də bir vuruqlara ayırsam bir şey çıxır ortaya. Baxın, 4-ü ilə qarşıya çıxarsam A çıxış 3 eləyir. Buradan da A kvadratını qarşıya çıxarsam yenə A çıxış kimi bir şey alınır. Onda hər birinin A-nın kvadratını qarşıya çıxaracam. Olacaq A plus 3. Düzdürmü? Niyə A kvadratını çıxarıram? Çünki qüvvəti ən kiçiyini çıxarmaq lazımdır ki, digər ifadənin içərisində olsun. Sən qüvvəti ən böyüyü çıxarsan, yəni A kubunu çıxarsan, digər ifadədə A kubu yoxdur axı içərisində. A üstü 2 A üstü 3-ün içərisində var, yoxsa A üstü 3 A üstü 2-nin içindədir. Təbii ki, A üstü 2 A üstü 3-ün içərisindədir. Digərindən də mənfi 4-ü qarşıya çıxarsam, mənfi 4-ü qarşıya çıxardım. İndi mənfi 4 A-nı mənfi 4-ə böləndə müsbət A qalır. Mənfi 12-ni mənfi 4-ə böləndə müsbət 3 qalır. Okay, tamam. Hər ikisini yenə mən ortaq bir dənə görürəm. A üstəgəl 3 görürəm. Onda yenə hər ikisindən A üstəgəl 3-ün mötərizə xaricinə çıxararam. Nə qalacaq? Burada A kvadratı qalacaq. Burada isə çıx 4 qalacaq. Təbii ki, ağıllı uşaq A kvadrat çıx 4-ü də müxtəsər modustur kimi açır. Alır ki, birinci öz yerində. Baxın, A üstəgəl 3 buna aid deyil. Bu yerindədir. Digərini də açır. A çıxılsın 2, A plus 2 kimi. Sadə idi uşaqlar. Davam. Kvadrat üçhədlisini vuruqlara ayırın. Uşaqlar, üçhədlinin vuruqlara ayırma taktikası budur. Hər yerdə də verilir bu. Baxın, bu Viye teoremini biraz oxuyur, amma yetkilərimiz Viye teoremi bilmir deyə buna oxşuyur. Bəzən də Viye teoremini bilənlər çaşır ki, ay müəllimə, axı orada toplamada köklərin cəmində əks işarədir. Uşaqlar, onunla bunu qarışdırmayın. Bu vuruqlara ayırmadır. O da kökləri tapmadır. Neysə, dönək misala. Çox da beyninizi qarışdırmayın. Vuruqlar ayrılanda neyiniz uşaqlar? Nə ilə nəyin hasili 12. Cəmi isə, təbii ki, müsbət 12. Cəmi isə uşaqlar mənfi 7 eləyir. Sıraz ağla nə düşür? Mənfi 4 və mənfi 3. Hasili 12. Cəmi mənfi 7. Bu aldığımız ifadə ilə də ortadakı mənfi 7 A-nı vuruqlara ayıracaq. Yəni necə? Daha sonra parçalayacaq. Mənfi 7 A-nı bunun kimi parçalayacaq. Yəni mənfi 4A çıxılsın 3A kimi parçalayıb üzərinə gəlsin 12 yazarıq. Buradan A-nı qarşıya çıxarsam olacaq A çıxılsın nə? 4. Buradan da mənfi 3-ü qarşıya çıxarsam olacaq A çıxılsın 4. Yenə A çıxılsın 4 qarşıya gəlir uşaqlar. Olacaq A çıxılsın 3. Bu qədər sadə. Və yaxud da ki, ikinci yol olaraq kökləri tapdınız, mənfi 4, mənfi 3. Sadəcə tapdığınız kökləri x çıx 4, x üstəgəl 4 kimi, x çıxılsın 3 kimi yaza bilərsiniz. Misal üçün, Misal üçün, kökləri tapmısan,
-2 və müsbət 3 tapırsan, onda bunu vuruqlara ayırma kimi belə yaza bilərsən. X çıxaq 2, x üstə gələk 3. Belə də yaza bilərsən. Keçək sual 15 uşaqlar. Tamam. A kubu üstə gəl B kubu görürəm uşaqlar. Necə açacağım A kubu üstə gəl B kubunu? Təbii ki, normal müxtəsər mod üstünə köməkçi yox ha, bildiyimiz üstünü açıram. 73 üstə gəlsin 27. Bir dəfə də 73-ün kvadratı çıxılsın. Demək, bunların hasili 73 vurulsun 27. Toplansın 27-nin kvadratı. Məxrəcdə də görürəm ki, vuruqlardan birinin eynisidir. Baxın, yuxarıdakı sürətdə ikinci vuruğumuzla eynidirmi məxrəcimiz? Bəli, eynidir. Onda gəl tez ixtisar edək bunları. İnşallah ixtisar gedərmi? Yerdə qalar 73 üstə gəl 27. Yəni neçə? 100. Daha sonra tənliyi həll edindir. Əvvəlcə 512-ni baxırıq ki, 8, 2 üstü neçədir? 3-dür. Digəri 2 üstü x üstə gəl 1-dir. 512 ilə mən 2 üstü neysə yaza bilirəm. 2 üstü səhv eləmirəmsə uşaqlar, deməli 2 üstü 6 64 eləyəcək, 2 üstü 7 128 eləyəcək. 2 üstü deməli 8 256 eləməlidir. Onda 2 üstü 9 da 512 eləyəcək. Deməli bu 2 üstü 9-dur uşaqlar. Bu 2 üstü 3-dür. Vurulsun bu 2 üstü x plus 1-dir. Okay. Biz bilirik ki, vurma əməlində uşaqlar, üstlərimiz nə olur? Toplanır. Ona görə də mən üstlərimi toplayıram. Baxın, toplayacağım indi. Aşağı bu hissədən. 2 üstü, x üstə gəl 1-in üzərinə 9 gələndə, x üstə gələk 10 eləyəcək. Bərabərdir 2 üstü neçəyə? 3-ə. Buradan əsaslarım eyni olduğuna görə nədir əsas? Təbii ki, bax, bunlar əsaslarımızdır bizim. Əsaslarımız eyni olduğuna görə sürətləri demişəm. Qüvvətləri bərabərləşdiririk. 3 keçir sağ tərəfə, x də bərabər olur 3 çıxılsın 10, yəni -7. Bu qədər. Daha sonra keçirəm sual 17-yə. Necə gözəl sualdır, baxın uşaqlar. Deyir ki, sual 17-də. Bu bir hədlinin qüvvəti 12-dir, k yox. Eni qiymətini tapın. Uşaq, bir hədlinin qüvvəti nə olurdu? Bilirsiniz ki, hər bir dəyişənin üstlərindəki qüvvətlərin cəmi bir hədlinin qüvvətidir. Gəlin öncəliklə hər bir dəyişənin qüvvətini qeyd edək. 3, 5 və n çıx 1. Bunların cəmi bizə deyir ki, 13-ə bərabərdir və 13-ə bərabər edirəm. 3, 5, 8 edir. 8-dən 1 çıxıram, 7 edir. N topla 7 bərabərdir 13-ə. Buradan n-i tapmaq üçün 13-dən də 7 çıxacam. Olacaq cavab 6. Bir hədlini standart hala gətirin. Uşaq, bu bilirsiniz ki, standart olmayan haldır. Çünki tamamlanmamış hasil var, tamamlanmamış qüvvətə yüksəltmə var. Gəlin biz bunu əvvəlcə tamamlanmış hala gətirək. Ayrı-ayrılıqda həll eləməyə çalışaq. Kvadrat görürəm. Yəni deyir, mötərizənin içərisindəki bütün hədləri kvadrata yüksəlt. -6-ın kvadratı 36. K üstü 4-ün kvadratı K üstü 8. Mən niyə K üstü 16 olmadı ki? Bayaqları bir şey demişdim. A üstü n üstü m qüvvət xassəsində qüvvətin qüvvəti gördünüzsə uşaqlar, bir-birinə qüvvətlər vurulur. Yaxşı, mən aydındır. Keçək digərinə. 3-2-nin kubu olacaq 27-də 8. K üstü 4-ün kubu K üstü 12. B üstü 5-in kubu B üstü 15. Yaxşı. İndi gəl sadələşdirək. Deməli, 27 ilə 36 ixtisar gedirmi? Bəli, neçə ixtisar gedir? 9-a. Burada 4 qalır uşaqlar. Burada isə nə qalır? 3 qalır. Cavab olur 3-də. 8-i də 4-ə vuram 32. İndi gəlin qüvvətlərə baxaq. Burada K üstü 8, vurulsun K üstü 12 var. Vuranda da qüvvətlər toplanır. K üstü 8-in 12-nin cəmi olar 20. B üstü də 15 olur gənclər. Tamam. İndi şərtə baxın. Əmsalı ilə qüvvətin cəmi. Bir hədlinin əmsalı hər zaman dəyişənlərin qarşısında olan ifadədir. Yəni 3-də 32. Yəni 10 tam 3-də 2. Bəs müəllimə, mənim qüvvətim neçə? Dedi ki, dəyişənlərin üzərində olan ifadələrin cəmi mənə qüvvət verir. Yəni 35. 10 tam 3-də 2 ilə 35-də toplayanda eləyəcək 45 tam 3-də 2. Sual 19 hamısını yaralı yerdir ki, mən burada neyiniyim? Mən buradan K-nı necə tapım? Uşaqlar, K məchuldur. Məchul bir çıxılandır.
Çıxılan tapanda azalandan fərqi çıxırıq. Yəni 3k bərabərdir öncəliklə. M-in kvadratı çıxılsın 7m plus 6-dan çıxacam. Deməli, niyə çıxmanı mötərizədə yazıram uşaqlar? Çünki bizim o qabaqdakı çıxmamız çox şeyə belə deyək, çox qəzaya səbəb ola bilər. Yəni nə demək istəyirəm uşaqlar? Bu mənfimiz var, mötərizənin qarşısındakı mənfi. Bizim bütün işarələrimizi əksinə dəyişəcək. Yəni ki, m kvadratı çıxılsın 7m plus 6-ya dəyməyəcək. Amma ondan sonraki ifadələr tamamən dəyişəcək. Çıx-çıxı üstəgələ çevirəcək. Üstəgəl 5m kvadratı. Çıx. Bu çıxı mənfi edəcək. Çıx, yenə müsbətini eləyəcək uşaqlar, mənfi edəcək. İndi getdik. M kvadratı ilə 5m kvadratının cəmi nə qədər eləyəcək? Təbii ki, 6m kvadratı. Qoy qabaqda 3k-mızı da yazın, çünki bizim bir 3k-mız var. Mənfi 7m çıxılsın 2m, mənfi 9m. 6 çıxılsın 3, bu da bizə nə verəcək? 3. Təbii ki, qabaqda bir dənə nəyimiz var? 3k-mız var. Hər tərəfi nəyə bölək uşaqlar? K əmsalı tək qalsın deyə hər tərəfi 3-ə bölmək lazımdır. Hər tərəfi 3-ə böləcəm. Hər tərəfi 3-ə bölək. Ki, K tək qalsın. Onda alaram ki, K bərabərdir. 6-nı 3-ə bölürəm 2m kvadratı. 9-u 3-ə bölürəm 3m. 3-ü 3-ə bölürəm 1. Sən necə gözəl sualsan. Uşaqlar o qədər maraqlı sualdır ki, uşaqlar çoxla bunu yaza bilmirlər. Öncəliklə xatırlatma edeyim ki, funksiyanın qrafiki digər funksiyanın grafikinə paraleldirsə, bu zaman k-lar, yəni k1x plus b ilə, b1 ilə k2 x plus b2 funksiyaların k-ları hər zaman bir-birinə bərabər olmalıdır. Bu birinci xassiyəmiz. İkincisi, əgər sizə bir koordinat verirsə və funksiya bu koordinatdan keçir deyirsə, həmin o koordinatdakı x-i, y-i gətirib funksiyada yerinə qoyursan. Bu ikinci bilməli olduğumuz şey, qalandakı gətir yerinə qoy. Uşaqlar şərt oxuyaq. Bu xətti funksiyanın, deyək qrafiki, bu xətti funksiyanın qrafikinə paraleldir. Bu o deməkdir ki, onda mənim bu funksiyam var, ki, məchul funksiyadır. Onun k-sı da 5-dir. Yazacağım ki, y bərabərdir 5x plus b. Okey. Axı mənim b məchuldur. Mən b-ni necə tapacam? Dediyinizi eşidirəm. Təbii ki, bu bizim Türklər demiş aracı yolumuzdur. Yəni bizə lazım olacaq və bizə kömək eləyəcəyimiz nüansdır. Sən burada x-in yerinə mənfi 1 qoy, y-in yerinə 3 qoy. Həmin bu məchul ifadədə. Gör oradan b-ni necə tapırsan. 3 bərabərdir. Mənfi 1 qoysaq yerinə 5-i vurursam mənfi 1-ə, mənfi 5, üstə gəlsin 1, b. 5 keçir sağ tərəfə, b-ni də alırıq ki, 8. Tamam. b 8. K-nı da bayaq almışdıq ki, deməli nədir? Neçə almışdıq K-nı? 5. İndi gətir şərtdə yerinə qoy. 3 vurulsun 5. Üzərinə gəlsin 2 vurulsun 8. 11 üzərinə gəlsin 16 eləyəcək 31. Aha, bir də göz istəyirəm uşaqlar. Saytqamız söndü. Çünki bayaqlar qəşəng bir dənə video çəkirdim. Videomuz məhv oldu. 2 saniyə ümid edirəm ki, məni gözləyə bilərsiniz. Nəysə. Davam edirəm uşaqlar. Deməli uşaqlar, buradan 2x çıxılsın 5 və y bərabər 3x plus 10 funksiya qrafikləri kəsişmə nöqtəsini tapın deyirsə, hərəsini ayrı-ayrı bir-birinə bərabər edəcək. 3x üstə gəlsin 10. Deməli, kəsişmə nöqtəsi, uşaqlar bilirsiniz ki, qrafiklərin kəsişmə nöqtəsi bir nöqtə kəsişirlər və onların mütləq şəkildə y-ləri bərabər olur. Y-lər də bərabərdirsə, gətirib, deməli, 3x-i keçirəm sol tərəfə, 5 keçirəm sağ tərəfə, 2x-dən 2x çıxıram, mənfi x. Mənfi 5 keçir sağ tərəfə 15, x də bərabər olacaq mənfi 15. Y-i də tapmaq üçün gətir burada yerinə qoy. Hansını istəsən yerinə qoya bilərsən, fərqləmir, çünki y eyni qiymət alacaq. Mənfi 45 isə gəlsin 10, o da olacaq mənfi 35. Verilmiş nöqtələrdən keçən düz xəttin funksiyasını yazın və qrafikini qurun. Öncəliklə düz xəttin qrafik düstur nədir uşaqlar? Y bərabərdir kx plus b-dir də düzdürmü? Gəlin əvvəlcə
Bir dəfə kx plus b-də bunu qoyaq yerinə. Yəni y-in yerinə 3, x-in yerinə 2 qoyaq. 3 bərabərdir 2k plus b-yə. Bir dəfə də x-in yerinə -1, y-in yerinə 4 qoyaq. 4 bərabərdir -k üstə gəlsin b-yə. Aha, indi gəlin buradan uşaqlar b-ni və k-nı tapaq. Alt-alta çıxaram, çünki eyni işarəli b görürəm. 3-dən 4 çıxaram, -1. 2k-dan -k çıxaram eləyər, 3k. K da bərabərdir -1 böləyinə 3. K -1 bölək 3 isə gətirib burada yerinə qoyub b-ni taparam. 4 bərabərdir -1 bölək 3 üzərinə gəlsin b. 4 bərabərdir müsbət 3-də 1 üzərinə gəlsin b. B də bərabərdir 4-dən 3-də 1 çıxaram uşaqlar nə qədər eləyəcək? 3-dan 3-də 2. Təbii ki, bunun qrafikini təxmini qurmaq istəsəm, gətirib bir dənə qrafik çəkmək nə var ki? Gəlin qrafik sizin üçün çəkim uşaqlar. Deməli, K -1, -3 uşaqlar. B isə 3 və 3. Əslində şəkildə uşaqlar 2 dənə koordinat verirdi. Oradan da qoyub yaza bilərsiniz. 2, 3 nöqtəsi və -1, 4 nöqtəsi oradan da qura bilərsiniz. Amma mən belə qurmaq istəyirəm. B 3-dan 3-də 2-dir. Yəni yuxarıda bir nöqtədə alacaq. Çünki müsbət ədəddir. Tutalım ki, buradan. K isə mənfi ədəd olduğuna görə 2-ci, 4-cü rüblədən keçəcək və təxminən belə olacaq. Burada, mən sizə burada asan bir yol öyrətmişdim. Ortadakı hədlər bir-birinə, kənardakı hədlər də bir-birinə bərabər olacaq. X bərabərdir 9k, Y bərabərdir 8k yazıb gətirib aşağıdakı ifadə yerinə qoya bilərsiniz. 6 vurulsun 9k, eləyəcək 54k, minus 5 vurulsun 8k, 40k edəcək, bərabərdir 14-ə. 14k 14-ə bərabərdirsə, k olacaq 1. Və şərtdə də yerinə qoysaq 9 vur 1, 9, 8 vur 1, 8-ə. Sonra. Yeganə həlli var yenə soruşurlar. A-nın 2-yə nisbəti şərtimizdəki görə fərqli olmalıdır. 6 bölünsün. Y-in əmsalı -1-dir. Buradan -A fərqli olacaq 12-dən. A da fərqli olacaq -12-dən. Bu qədər sadə idi. Müxtəsər modüsturlar da çox asan idi. İnanıram ki, hamınız müxtəsər modüsturlarını yazmışsınız. Diqqətlə qulaq asırsınız. Hətta başdan dayandırıb özünüz yazsınız və dəftərinizi köçürsəz daha yaxşı.